Hər vaxtınız xeyir olsun. Kanalımıza xoş gəldiniz. Bugün kanalımızda Novruz süfrəsinin bəzəyi olan qovurğanın asan üsulla hazırlama qaydası olacaq. Əvvəlcə buğdanı təmizləmişəm. Təmizlədiyim buğdanı axar suda yuduqdan sonra üzərinə soyuq su əlavə edirəm. Buğda bu suyun içərisində axşamdan səhərəcən qalmalıdır. Səhəri günü bu suyu süzüb atıram. Buğdanı axar suda təmiz-təmiz yuyuram. Geniş qazana əlavə edib üzərinə soyuq su tökmüşəm. Qazanı ocağın üzərinə yerləşdirirəm. Gördüyünüz kimi suyun üzündə bu cür qabarcıqlar yarandıqda qazanı ocaqdan götürürəm. 2-3 dəqiqə qaynadıb götürürəm. Suyun süzürəm, sonra dəsmalın üzərinə əlavə edib hər tərəfinə yayıram ki, qurusun. Tez qurumasını istəyirsinizsə, adi radiatorun üzərində də 1-2 günə tam quruda bilərsiniz. Buğda tam qurumalıdır. Tam qurumasa, sonradan qovurğanı qovurarkən bərk alına bilər. Buğdanı isti tavanın içərisinə az-az əlavə edib qovururam. Rəngi bu cür dəyişdikdə sonda içərisinə çay qaşığının ucunda kərə yağı əlavə edirəm. 1 dəqiqədə yağla birlikdə qovurub ocaqdan götürürəm. Dəsmalın üzərinə əlavə edib üzərini bu cür örtürəm ki, tam yumşalsın. Qovurğanın içərisinə qovrulmuş küncüt, qoz fındıq da əlavə edə bilərsiniz. O baxır sizin zövqünüzə. Artıq gördüyünüz kimi bayram süfrəsinin bəzəyi olan qovurğa hazırdır. Həqiqətən də çox ləzzətli, xırçıltılı, ağızda olan qovurğa alınıb. Hazırlayıb dadına baxmağa dəyər. Videom sizlər üçün faydalı oldusa bəyənməyi unutmayın.